Hər vaxtınız xeyir olsun dostlar. Dünənləri bilirsiniz ki, storyimdə bir xəbər paylaşmışdım. Buradan gənc müğənnilərə, efirlərə pul verib çıxan müğənnilərə demək istəyirəm ki, hər birinizin haqqı var, efirlərə çıxasınız, özünüzü reklam edəsiniz. Amma heç vaxt inanmayın ki, mənim verilişimə 300 manata, 500 manata, 600 manata, 700 manata, 800 manata efirimə gələ bilərsiniz. Belə şeylərə inanmayın. Əvvəla mənim komandamda Sənan var, hansı ki bu işlərlə məşğul olur. Uzaqbaşı mənə çıxa bilərsiniz verilişə çıxmağa görə. Amma bir neçə gənc müğənnilər ya da ki, nə bilim, bölgələrdən olan müğənnilər bir saxtakara pul veriblər. Və bildiyimə görə bu Xəzər televiziyasında prodüserlərin adından istifadə olunub. İndi mən Bakıda yoxam. Mən Bakıda gələndən sonra rəsmi buna müraciət edəcəyim. Çünki əgər bu adam Baksel nömrəsi istifadə edirsə və Azərbaycan kartı atıbsa, deməli bu Azərbaycandadır. Bu dələduzluğa görə tapılmalıdır. Azərbaycandadırsa həbs olunmalıdır. Ona görə də mən gələndən sonra vəkillərimə müraciət edəcəyim. Bu insanın dələduzluğuna görə, insanlardan dələduzluq yolu ilə pul mənimsəyərək, efirlərin adını hallandıraraq pul almasına görə bu müğənnilərdən də xahiş edirəm ki, Sənan nömrəsini bilənlər o ilə yazışmaların, hansı kartı pul atdıqlarının qəbzini Sənana mütləq atsınlar. Amma mən Novruz bayramı indirimlərinə, yeni il indirimlərinə düşmürəm. Yəni siz mənim verilişimi, o bəzi kanallar var, 200 manatı, 150 manatı qonaq çağırırlar. Onlardan heç vaxt bir tutmayın. Yəni mənim o pula ya da kanalımızın o pula ihtiyacı yoxdur.